bizim bu məqaləmizdə kiçik suvarma sistemlərinin tikintisinə yönəldilən investisiyaların iqtisadi səmərəliliyi təhlil olunmuşdu. Bundan əlavə, müxtəlif kənd təsərrüfatı bölgələrində tətbiq olunan layihələrin nəticələri müqayisə edilmişdi və müqayisə edilərək suvarılan torpaqlarda məhsuldarlığın artımı, əlavə gəlir, investisiyanın geri qaytarılma müddəti, bax bu kimi göstəricilər, həmin bu göstəricilər təhlil olunmuşdu. Təhlil nəticəsində müəyyən edilmişdi ki, suvarma sistemlərinə qoyulan investisiyalar az bir müddət ərzində yüksək iqtisadi effekt verir və kənd təsərrüfatı istehsalının davamlılığını artırır. Dağlıq və dağətəyi rayonlarda tikilən kiçik suvarma sistemləri üçün yaradılan su anbarları bu rayonlarda yaradılan su anbarlarına nisbətən kənd təsərrüfatı məhsullarının su altında qalmasını əngəlləyir. Belə ki, relyefə uyğun sahələrdə açıq kanal şəbəkələrinin aşağıda qalmasının və kanal örtüklərinin köhnəliyinin nəticəsində suvarma suyu düzgün ötürülə bilmir. Kiçik suvarma sistemlərinin üstünlüklərindən biri də bu su itkilərinin minimal olması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsidir. Kiçik suvarma sistemlərinin qurulması zamanı əsas üstünlüklərindən biri də əkin mövsümündə işçi qüvvələrinin təzyiqdən azad olmasıdır. Belə ki, məhsulların becərilməsi və intensiv suvarma tədbirlərinin həyata keçirilməsi mövsümi xarakter daşıdığından az tələbatı səfərbərlik aylara təsadüf edərək suvarma qruplarının təmir və tikintisi işlərinə yönəlməsinin şərait yaradır. Xüsusilə Xanlar, Şamaxı, Şəki və digər bir sıra dağlıq rayonlarında bu işlər cəmi bir neçə ay ərzində tamamlanır. Göstərilən ərazilərdə infrastrukturun sinxron tikintisi sayəsində suvarma qısa müddətdə istifadəyə verilir. Nəticədə donmaya qarşı tədbirlər görülür və investisiyaların səmərəliliyi təbii olaraq artır. Həmçinin sistemlərdən sonra təsərrüfatların yanında balıqçılıq, həmçinin quşçuluq bu kimi müəyyən kompleks təyinatlı kiçik su anbarları istifadəyə verilir. Yaradılmış bax bu anbarların mikroiqlimə müsbət təsiri az da olsa, əsasən kənd təsərrüfatının məhsuldarlığını yüksəldir. Bu tədbirlər kiçik suvarma obyektlərinin məhsuldarlıq potensialına malik olduğunu göstərir. Kiçik suvarma sistemləri vasitəsilə yaxın sahələrin suvarılması kənd təsərrüfatının intensivliyinə imkan verir. İndi bu cədvəlimizə diqqət eləyək. Bu cədvəl kiçik su anbarları məhsuldarlıq göstəriciləri adındadır. Bax bu cədvəldə təqdim edilən göstəricilər kiçik su anbarların kənd təsərrüfatı sektorundakı funksional imkanlarını və səmərəlilik dərəcələrini əks etdirir. Buxarlanma itkisi nisbətən 3-4% səviyyəsində göstərilir. Bu da kiçik həcmli su anbarlarının mülayim relyef və iqlim şəraitində istifadəsinin məqsədə uyğun olduğunu göstərir. Faydalı şəmsalı dağlıq və dağətəyi ərazilərdə 0,8-0,9 olduğu halda ümum respublika üzrə bu göstərici 0,5-0,55 təşkil edir. Bu fərq dağlıq zonalarda kiçik sistemlərin daha effektiv olduğunu sübut edir. Digər Kiçik su anbarlarının tikintisinə investisiya qoyuluşunun göstəriciləri adlı cədvəlimizə diqqət eləsək, burada təqdim edilən göstəricilər kiçik su anbarlarının tikintisi zamanı tələb olunan investisiya həcmini və su tutumu ilə bağlı xərc göstəricilərini əks etdirir. Hilmili 2 saylı su anbarı 3 milyon metr kub su tutumuna malik olmasına baxmayaraq ən aşağı xərc göstəricisine malikdir. Bu ya layihələndirmə və ya da inşaat texnologiyalarının sadəliyi, relyefin əlverişliyi ilə izah oluna bilər. Dəmirçilər Hilmili 1 saylı anbarları isə eyni tutumuna malik olduqları halda 1000 metr kub
üçün xərcləri 2-3 dəfə çoxdur. Bu fərq mühəndis infrastrukturunun mürəkkəbliyi və yerli şəraitin çətinliyi ilə əlaqədar ola bilər. Zaqalovça və Bədirli anbarları isə orta investisiya göstəriciləri ilə daha optimal səmərəlilik təklif edir və geniş su tutumu imkanları ilə seçilir. Ümumi orta göstərici üzrə 1000 metr kub su üçün çəkilən xərc təxminən 1400-1600 manat intervalında 1400-1600 manat intervalında dəyişir. Bu da kiçik həcmli su anbarlarının iqtisadi səmərəliliyinin müəyyən dərəcələri həmin o müəyyən dərəcədə yerli şəraitdən və relyefdən asılı olaraq layihə xüsusiyyətlərindən bir də asılılığını göstərir. Ə, Digər cədvəlimizdə isə kiçik su anbarlarının investisiya və məhsuldarlıq göstəriciləri təqdim olunmuşdu. Apardığımız araşdırmalardan belə qənaətə gəlirik ki, kiçik suvarma sistemlərinin quraşdırılması üçün yenə Dəmirçilər, Hilmili və Nabur anbarlarında bu investisiya və məhsuldarlıq göstəriciləri əldə olunmuşdu. Hər 1000 metr kub suya və hər 1 hektar suvarılan sahəyə düşən iqtisadi göstəricilərin maksimumlaşdırılması və bu məqsədlə bu sistemlərin bütün ilkin xərcləri nəzərə alınmışdı. Bu göstəricilər kiçik suvarma obyektlərinin 1000 metr kub suya və 1 hektar sahəyə düşən xərclərin optimallaşdırılmasında nə qədər səmərəli olduğunu əyani surətdə nümayiş etdirir. Beləliklə, investisiya tutumuna görə məhsuldarlıq dərəcəsi Hilmili sistemində ən yüksək, Nabur su anbarında isə iqtisadi cəhətdən ən qənaətcil şərait yaradır. Digər cədvəlimizə diqqət etsək, burada Şamaxı rayonunda kiçik suvarma sistemlərinin tikintisinə qoyulan investisiyaların iqtisadi səmərəliyi təqdim olunmuşdur. Bu cədvəldə göründüyü kimi müasir suvarma sistemlərinin tətbiqi nəticəsində məhsuldarlıq və iqtisadi göstəricilər əhəmiyyətli dərəcədə artmışdı. Məsələn, burada Hilmili bölgəsində 1 hektardan əldə olunan xalis gəlir 1 milyon 426 min manat təşkil edir. Bu da əvvəlki illərə müqayisədə əhəmiyyətli dərəcədə bir artımdır. Daha sonra digər cədvəlimizə nəzər salaq. Bu cədvəlimizdə kiçik su anbarlarının və suvarma sistemlərinin tikintisinin səmərəlilik göstəriciləridir. Burada geniş bir izah edəcəm. Bu cədvəldə əsasən Dəmirçilər və Hilmili kəndləri üzrə kiçik su anbarları və suvarma sistemlərinin tikintisinə dair iqtisadi səmərəlilik göstəriciləri təqdim olunmuşdu. Burada xırda bir investisiya və suvarılan sahə göstəricilərinə nəzər yetirsək, görərik ki, suvarma sistemlərinin tikintisinə investisiya qoyuluşu hər kənd üzrə layihə yönəldilən, tikilən ilkin kapital xərcləri göstərir. Məsələn, burada Hilmilidə bu rəqəm 182 min manat olmuşdu. Bu da ən yüksək göstəricidir. Digər tərəfdə məhsuldarlıq və xərclərə nəzər salsaq isə 1 hektar sahədən alınan ümumi məhsulun dəyəri, suvarılan sahələrdə məhsul dəyəri və yağmura bağlı həmin o sahələr üzrə müqayisədə nəzərə çarpacaq dərəcədə yüksəkdir. Bu suvarma sisteminin məhsuldarlığa müsbət təsirini göstərir. Məsəl üçün də yenə burada dəmirçilərdə suvarılan sahələrdə 1 hektar üçün məhsul dəyəri 5620 manat, yağmura bağlı sahələrdə isə 3250 manat olmuşdur. Yağmura bağlı sahələr deyədikdə biz dəmiyə torpaqları nəzərdə tuturuq. 1 hektar sahəyə çəkilən xərclər isə suvarılan sahələrdə xərclər daha yüksək olsa da əldə olunan gəlir bu fərqi kompensasiya edir. Göstəriciləridir. Bu iqtisadi effektivlik göstəricilərində isə 1 hektar sahədən alınan əlavə məhsulun dəyəri bu suvarmanın məhsuldarlığı və verdiyi səmərəni ölçür.
Suvarma ilə yağmura bağlı sahələr arasında fərq arası orada hesablanır. Sonra 1 hektar sahəyə çəkilən əlavə xalis gəlirdə isə bu göstəricilər xərclər çıxıldıqdan sonra fermerin əldə etdiyi real gəliri göstərir. İnvestisiyanın geri dönüş müddəti isə illə desək, investisiyaların hansı müddətdə özünü ödədiyini göstərir. Dəmirçilər kəndində bu göstərici yarım ildir. İlin, yəni bu investisiyanın orta hesabla yarım ildən bir qədər çox müddətdə özünü doğruldur. İnvestisiyanın mütləq iqtisadi effektivlik əmsalı isə bir əmsal birdən yuxarı olduqda layihənin səmərəli olduğu qəbul edilir. Bütün kəndlərdə bu göstərici birdən yüksəkdir və ən yüksək göstərici isə yenə də uyğun olaraq Dəmirçilər kəndində özünü göstərmişdi. Deməli, bu cədvəldən belə bir qənaətə gəlmək olar ki, kiçik su anbarlarının və suvarma sistemlərinin tikintisi nəticəsində torpaqların məhsuldarlığı əhəmiyyətli dərəcədə artır. Suvarılan sahələrdə əlavə xalis gəlir və məhsul dəyəri artdığı üçün investisiya qoyuluşları qısa müddətdə geri qaytarılır. Ən yüksək iqtisadi effektivliyi isə Dəmirçilər kəndində müşahidə olunmuşdur. Bu isə həm sahənin böyüklüyüdür, həm də yüksək məhsuldarlığa bağlıdır. Nəticədə isə aparılan təhlillər göstərir ki, kiçik suvarma sistemlərinin tikintisinə yönəldilən investisiyalar hər 4 yaşayış məntəqədə iqtisadi cəhətdən səmərəli olmuşdu. Suvarılan sahələrdə məhsuldarlıq əhəmiyyətli dərəcədə artır. Nəticədə həm məhsulun ümumi dəyəri, həm də xalis gəlir göstəriciləri yağmura bağlı əkin sahələri ilə müqayisədə üstün olmuşdur. Xüsusilə Dəmirçilər kəndi bütün göstəricilər üzrə ən yüksək iqtisadi səmərəlilik nümayiş etdirmişdi. İnvestisiyanın geri dönüş müddəti isə daha bir qısa bir zamanda, yəni belə deyək də 6-7 ay müddətində baş vermişdi və iqtisadi effektivlik əmsalı isə ən yüksək səviyyədə 1,96 qeydə alınmışdı. Bu suvarma sistemlərinin yönəldilən vəsaitin qısa müddətdə geri qaytardığını və əlavə gəlir yaratdığını sübut edir. Digər yaşayış məntəqələrində də suvarma sistemlərinin tətbiqi nəticəsində əldə edilən iqtisadi effektivlik qənaətbəxşdir və bu kənd təsərrüfatı sektorunda səmərəliliyin artırılmasında kiçik suvarma layihələrinin mühüm rol oynadığını və bir daha sübut edir. Bu baxımdan regionlarda bu tip layihələrin genişləndirilməsi və davamlı şəkildə dəstəklənməsi məqsədə uyğun hesab olunur. Diqqətinizə görə minnətdaram. Sevdə xanım, Biraz təşəkkür qısa edirik. danışdım. Gözəl dolğun çıxışınıza görə, maraqlı məlumatlara görə çox təşəkkür edirik sizə. Çox sağ olun. Siz sağ olun. Uğurlar arzulayıram sizə Sevdə xanım. Sağ olun. Təşəkkür ederim. Texnika üzrə burada varmı çıxış eləyən? Texnika üzrə. Məncə texnika üzrə az idi. Onlar da çıxış elədi. Nailə Məmmədova. Zəhmət olmasa, siz texnika üzrə çıxış eləyəcəydiniz, Nailə xanım? Mənim məqaləm genetikaya aiddir. Texniki elmlərə aiddir. Texnika yox. Buyurun. Elmlər. Buyurun, Nailə xanım, bəli. Aha. İlk öncə Zəhmət olmasa reglamentə əməl eləyək. necə? 6-7 dəqiqədən çox olmasın çıxış. Bəli, çox olmayacaq. Buyurun. Mən Azərbaycan Tibb Universitetinin assistenti, Tibb Biologiya Genetika kafedrasının assistentiyəm. Bugünkü məqaləm genetikanın inkişaf mərhələləri, tədqiqi və insan genetikasının əsas xüsusiyyətləridir.
Müasir qloballaşma dövrü elmi-texniki tərəqqinin dayanıqlı və davamlı inkişafa, inteqrasiyasının sürətlə davam etməsi, bütün elmlərin, o cümlədən insan genetikasının da dəqiqliklə öyrənilməsi, onun gələcək nəsillər üçün inkişaf perspektivinin aydınlaşdırılmasına böyük zəmin yaradılacaqdır. Ümumiyyətlə, insanın bir fərd kimi formalaşması, onun genetik məlumatları xarici mühit şəraitinin təsiri ilə müəyyən olunur. İnsanın həyatına təsir göstərən bütün amillər çoxluğu onun üçün mühit şəraitidir. Bu amillər çoxluğuna yaşayış şəraiti, professional fəaliyyət, tərbiyə, fiziki fəaliyyət, zərərli vərdişlər və digər göstəricilərə aiddir. Genetika bir elm kimi 20-ci əsrin əvvəllərində Mendel qanunlarının kəşfi ilə başlamışdır. Tibbi genetika isə 21-ci əsrdə beynəlxalq tədqiqatlar olan insan genomu tədqiqatları ilə başa çatdırılmışdır. Hazırda da genetika elmi böyük yaradıcı qüvvəyə malikdir. Müasir elmi-texniki tərəqqi dövründə də genetikanın bir çox sahələri meydana gəlmişdir. Məsəl üçün, kosmik genetika, tibbi genetika, sitogenetika, karyosistematika, mutasiya genetikası, cinsiyyətin genetikası və s. digərlərində misal göstərə bilərik. İrsiyyətin xromosom nəzəriyyəsi genetikanın ən görkəmli nailiyyətlərindən biri olaraq onun gələcək inkişafında və molekulyar biologiyanın yaranmasında aparıcı rol oynamışdır. Məlumdur ki, insan orqanizminin artıb çoxalaraq böyüməsi və inkişafı cinsi hüceyrələr vasitəsilə irsi yolla valideynlərdən alınan və müəyyən xarici mühit şəraitində gerçəkləşən genetik proqram əsasında baş verir. Fərdin genetik proqramının hər hansı bir hissəsinin baş verən dəyişikliklər patoloji vəziyyətin yaranmasına, genin strukturunu və onun funksiyasını tənzimləyən proseslərin pozulması isə xəstəliklərin formalaşmasına səbəb olur. Bununla yanaşı sübut olmuşdur ki, genlərin müəyyən formada birgə rast gəlmə halları ənənəvi olaraq qeyri-irsi hesab edilən bir çox xəstəliklərin, məsələn, hipertoniya, ürəyin işemi xəstəliyi, miokard infarkt, mədə xorası, ateroskleroz və s. inkişaf etməsi ehtimalını artırır. Hazırda istifadə olunan texnologiyaları bir çox xəstəliklər zamanı gen strukturasında olan dəyişiklikləri aşkar etməyə imkan verir. Məsələn, DNT diaqnostikadır ki, DNT diaqnostika etməklə gende baş verən hər hansı bir patologiyanı öyrənmək olur. İnsan genetikasının çoxsaylı metodları öyrənilir. Bu aşağıdakılardır ki, empirik məlumatların toplanması nəticəsində çıxarmaq və nəticə çıxarmaq. Bundan sonra sitoloji metoddur ki, xromosomlar və xromosomlarda baş verən dəyişikliklər üçün müəyyən hüceyrələr götürülür və onlar qidalı mühitdə yerləşdirilərək sitoloji metod vasitəsilə öyrənilir və xromosomlar rənglənərək burada bilinir ki, hansı autosom və ya cinsi xromosomlarda baş verən patologiyalardır. Kultivasiya metodu isə insan orqanizminin somatik hüceyrələrindən götürülən hüceyrələrdir ki, bunlar da xüsusi qidalı mühitdə böyüdülür və müəyyən saya qədər süni mühit yaradılır ki, müəyyən saya qədər onlar bölünür, çoxalır mitoz yolla və bundan sonra burada xromosomları rənglənmə üsulu ilə öyrənirlər və hansı patologiyaların baş verməsi. Genealoji metodla vardır ki, genealoji metod lap qədim metodlardan biridir ki, burada bilirik ki, insan orqanizmində 46 xromosom vardır və bunlardan autosom və cinsi xromosomlar vardır ki, autosom yolla irsi, dominant və ya resesiv ötürülən xəstəliklər öyrənilir və ya bir də ki, eyni zamanda cinsi hüceyrələrlə X xromosomu ilə, məsəl üçün X xromosomu ilə ötürülən dominant və ya resesiv əlamətlər ötürülür və yaxud da patologiyalar ötürülür. Eyni zamanda Y xromosomu ilə ötürülən xəstəliklər də müəyyən edilir. Əkizlik irsiyyəti ilə öyrənmək üsulunda isə insan orqanizmində monozigot və dizigot əkizləri vardır ki, bunlar eyni yumurta əkizləri və yaxud da müxtəlif yumurta əkizlərinin genetikasını tədqiq edirlər. Eyni zamanda həm də biokimyəvi metodlardan da istifadə edirlər ki, insanın qanından müəyyən götürülür və qan hüceyrələri, qanın plazması eyni zamanda həm də insanda qanda olan hormonlar da tədqiq edilir. İnsanlar əsrlərlə müşahidə olunaraq
hansı əlamətlərin dominant, resessiv olması haqqında düzgün məlumatlar əldə ediblər və həmin məlumatlar da əsasən uşaq doğulmamışdan əvvəl müəyyən mühakimələr irəli sürmək mümkündür. Bir çox əlamətlər isə uşaq dünyaya gəldikdən sonra və ya insan müəyyən yaş həddinə çatdıqdan sonra təzahür edir. Və deyək ki, tibbi genetikanın əsas müddəaları müasir dövr üçün aşağıdakı formalaşmışdır. Aşağıdakılar üzrə. Birinci, irsi xəstəliklərin yaranması insanın ümumi irsi dəyişkənliyin fonunda baş verir. Xəstəliklərin yaranmasına səbəb olur. İrsi dəyişkənliklərin, normal əlamətlərin yaranmasına səbəb olur. İrsi dəyişkənliklərlə və yaxud da görünə bilən sərhəd mövcud deyildir. Yəni heç bir sərhəd mövcud deyildir ki, irsi dəyişkənliklər bu formada olsun. İrsi xəstəliklərin inkişaf etməsində orqanizmin irsi xüsusiyyətləri ilə yanaşı xarici mühit faktorları da iştirak edir. Və deyək ki, lakin müəyyən irsi xəstəliklərin inkişaf etməsində irsi və mühit faktorların təsir dərəcəsi də fərqlidir. Elə irsi xəstəliklər yoxdur ki, onların inkişafı yalnız irsi faktorlardan və ya yalnız mühit faktorlarından asılı olsun və nəhayət yer kürəsində yaşayan müxtəlif insan populyasiyasına 1000 illər ərzində baş verən və nəsildən nəsilə ötürülən nəhəng mutasiyalar yükünü də öz üzərində daşıyır. Diqqətinizə görə təşəkkür edirəm. Yəqin ki, çox getmədi vaxtımız. Yox, normal vaxtda qurtardı. Təşəkkür edirik. Biz sizə təşəkkür edirik. Çox maraqlı məlumat verdiniz və elmi işlərinizdə uğurlar arzulayırıq Nalə xanım. Çox sağ olun, təşəkkür edirəm. Var olun. Sağ olun, siz də sağ olun. Sevda xanım, məncə texnika üzrə professor Hacıəli müəllim danışdı, bayaq çıxış elədi. Amma texnika üzrə yoxdur burada başqa. Məncə. Bizim var, məruzələrimiz var bizim orada. Hə, çıxış eləmək istəyirsiniz indi? Hə, var. Nalə xanım, üzr istəyirəm. Salimova şaxsda, bu da Özbəkistandan. Buyurun. Çıxış eləyə bilmədi, amma bilmirəm, indi burada qalacaq, qalmayacaq. Şahistəyi eləyin. Burada görünmürlər, ona görə Göründü şahistə. Onda biz Hacıəli müəllimi К сожалению, я сейчас не отправлю презентацию на Zoom, потому что я не говорю. Пожалуйста. Типа доклад можно? Да, Пожалуйста. Можно. My article named after ion-selective electrodes for drug determination. Drugs, medicines. Introduction to ion-selective electrodes. The rapid development of the chemical pharmaceutical industry and the increasing number of pharmaceutical at all levels have led to a growing demand for fast, accurate, and simple methods for analyzing pharmaceutical substances year by year. Therefore, the development of rapid, relatively simple, and economically efficient methods suitable for screening drug content is of great importance. That's why ion-selective electrodes with plexigid membranes are a successful solution to this problem. The high sensitivity and selectivity of ion-selective electrodes in analytical applications are directly related to the composition of the electrode's active material. The aim of the study is to develop selective membranes for ion-selective electrodes that can selectively detect certain pharmaceutical substances. And our methodology is that in this study, several compounds were selected as electrodeactive materials for use in ion-selective electrodes. These include ammonium phosphomolybdate, phosphotungstate acid, sodium tetraphenyl barate. To prepare the ion-active material solutions, all compounds were first dried to contact weight to eliminate residual moisture. Then solutions of various concentration were prepared. For instance, 0.025 molar solution of ammonium phosphomolybdate
was prepared by dissolving 4.781 gram of ammonium phosphomolybdate in a 100 milliliter volumetric flask filled of the mark with distilled water. And due to its low solubility, the salt was gradually dissolved over the course of week with periodic shaking. And the mass of undissolved portion was recorded, and the actual concentration of the prepared solution was calculated, but by subtracting the undissolved mass from initial weighted amount. And our ion-selective electrodes for detecting drugs, that's why we check any type of physical ways. That's why SIM, scanner electron microscope. The image of diazole phosphomolybdate or phosphomolybdate, bromhexine phosphomolybdates, we show that carbon atoms are disturbed homogeneously. Nitrogen atoms are also uniformly disturbed over the surface. Phosphoric molybdenum and oxygen atoms are jointly evenly disturbed. And we also check our ion-active materials with infrared spectrometer. We see that our ion-active materials have molybdenum oxygen bands and phosphor molybdenum bands, and also phosphor oxygen bands. We also operating range of electron function of ion-selective electrodes. I see that figure. There shows that concentration and signal millivolt, concentration logarithm S. The result of determination the slope coefficient of the electrode function for ion-selective electrodes developed using dodeco-molybdophosphate and dodeco-tungsten phosphate for drug detection are presented table for this table. And conclusion in my article is that, based on the conducting research, the following conclusions were made. The process of developing ionophores based on pharmaceutical substances and heteropolyc X has been optimized under the following conditions. Temperature was 70-85 Celsius, heating duration 10 minutes, solution mediums pH 4, components ratio 3:1 mole. The results obtained have provided the opportunity to select membranes with the best electroanalytical characteristics and develop ion-selective electrodes for the quantitative determination of pharmaceuticals. The synthesis of ion-selective membranes based on heteropolymetallophosphate ionophores, PVH, polyvinyl chloride, and diactyl phthalate was carried out, and their sensitivity to pharmaceutical substances was tested. The detection limit of these membranes for pharmaceutical was found to be 1 to -5 and -6 mol/liter, with the detection range corresponding to 1 to -1 to -5 mol/liter. The composition and structure of ionophores sensitive to pharmaceuticals was studied using modern methods, as I mentioned, scanner electron microscope and infrared spectrometer. The results obtaining allowed for the reliable confirmation
of the composition, structure, and properties of the synthesis compounds. The developed electrodes have shown a low detection limit down to 10 to minus 6 mol/liter, a wide linear range, theoretical slope coefficient matching 45 to 58, rapid response time 0.5 to 2 minutes, small drift, and stability. This is my presentation. Thanks for attention. Благодарю вам. Спасибо вам большое. И вам успехов. Вам тоже. Спасибо вам. Вам спасибо. Успехов вам. Hacı Ali müəllim, siz çıxış eləmək istəyirsiniz. Buyurun, bəli. Mecbur söylemeliyiz. Buyurun müəllim. Ben buyurun. Buyurun benim görüntü var. Bir de görüntü varsa anlaşılır. Yani bizim bildiri'nin konusu anemi ile ilişkin vitaminlerin oksijensizleşmiş insan hemoglobini ile etkileşimlerinin moleküler docking yöntemiyle incelenmesi. Anemi kırmızı kan hücrelerinin veya hemoglobinin konsantrasyonunun azalmasıyla karakterize edilen ve dokulara oksijen taşımasının bozulmasına yol açan küresel bir halk sağlığı sorunudur. Her yaş grubundan bireyleri etkiler ancak özellikle çocuklar, üreme çağındaki kadınlar ve yaşlılar arasında yaygındır. Beslenme faktörleri arasında vitamin eksiklikleri, özellikle B grubu vitaminleri çeşitli anemi türlerinin gelişiminde kritik rol oynamaktadır. Folik asit, B9 vitamini ve kobalamin B12 vitamini DNA sintezinde ve kırmızı kan hücresi olgunlaşmasında temel yardımcı faktörlerdir ve eksiklikleri kemik iliğinde büyük, olgunlaşmamış veya işlevsiz erositlerin varlığıyla karakterize megaloblastik anemiye yol açır. Folik asit ve kobalamin DNA sintezinde ve kırmızı kan hücresi olgunlaşmasında temel yardımcı faktörlerdir. Eksiklikleri kemik iliğinde büyük, olgunlaşmamış ve işlevsiz eritrositlerin varlığıyla karakterize megaloblastik anemiye yol açır. Öte yandan piridoksin yani B6 vitamini hem biyosentezinde hem rol oynayan bir koenzimdir ve eksikliği mitokondride etkisiz eritropoiez ve demir birikimiyle karakterize bir bozukluk olan sideroblastik anemiye neden olur. Klinik önlemlerin iyi belirlenmiş olmasına rağmen bu vitaminler ile oksijen taşımasından sorumlu merkezi protein olan hemoglobin arasında moleküler etkileşimler yeterince anlaşılmamıştır. Kırmızı kan hücrelerinde bulunan tetramerik bir protein olan hemoglobin hem oksijenli hem de oksijensiz formlarda bulunur ve ikincisi periferik dokulara oksijen salınımında önemli bir rol oynar. Vitaminler ile oksijensiz hemoglobin arasında olası bağlanma etkileşimlerini araştırmak geleneksel metabolik rollerin ötesinde işlevsel katkılara ilişkin yeni bilgiler sunabilir. Bu çalışmada folik asit ve piridoksinin oksijensiz insan hemoglobini ile bağlanma afinitelerini ve etkileşim profillerini analiz etmek için moleküler yerleştirme yöntemlerini kullandık. Sonuçlar anemiye yönelik tedavi yaklaşımları için potansiyel çıkarımlarla birlikte biyokimyasal vitamin fonksiyonu ile hemoglobin regülasyonu arasındaki boşluğu moleküler düzeyde kapatmaya amaçlanmaktadır. Material metot ben atlamak istiyorum. Daha detaylı makalede öğrenebilirsiniz. Elde edilen moleküler
Dawkins sonuçlarına göre burada folik asit ve oksijensizleşmiş insan hemoglobininin arasındaki etkileşimlerinin tablosunu görürsünüz. Folik asit eksi 7,8 kilokalori mol bağlanma enerjisiyle yüksek bağlanma afinitesi göstermiştir. Molekül leysin 81, lizin 82, aspartik asit 79 ve tirazin 145 amino asitleriyle konvansiyonel hidrojen bağları kurarken histidin 2 ile elektrostatik pikasyon ve lizin 132, leysin 81, lizin 82 ile hidrofobik yani pi alkil etkileşimler gerçekleştirilmiştir. Bu etkileşim profili folik asidin hemoglobine hem spesifik hem de kararlı şekilde bağlandığını göstermektedir. Literatürde de folat eksikliğinin DNA sintezini bozarak metablastik anemiye yol açtığı ve bu bağlamda hemoglobin sintezini dolaylı olarak etkilediği bilinmektedir. Buna karşın piridoksin molekülü eksi 4,4 kilokalori mol bağlanma enerjisiyle daha zayıf bir afiniteye sahip olduğunu ortaya koymuştur ki tabloda piridoksin ile oksijensizleşmiş insan hemoglobin arasındaki etkileşimleri görürsünüz. Molekül histidin 89 ile konvansiyonel hidrojen bağı, arginin 141 ve tirazin 144 ile karbon hidrojen bağları, prolin 36 ile ise hidrofobik etkileşimler yani alkil ve pi alkil etkileşimleri kurmuştur. Bu etkileşimlere ayrıca bu etkileşimlerin sadece azlığı ve bağlanma enerjisinin göreceli olarak daha yüksek yani daha az negatif olması piridoksinin hemoglobine daha zayıf sınırlı bir bağlanma kapasitesine sahip olduğunu göstermektedir. Literatürde B6 vitamini eksikliğinin nadir olarak görünen sideroblastik anemi ile ilişkili olduğu ve bunun hem sintezi sürecinde aksamalara neden olabilirliği de rapor edilmiştir. Sonuç ve değerlendirme kısmında bunu diyebilir ki moleküler Dawkins verileri folik asidin oksijensizleşmiş hemoglobine karşı yüksek bağlanma afinitesi ve çok yönlü etkileşim ağıyla bağlandığını ortaya koymuştur. Bu sonuç folik asidin anemi tedavisinde klinik etkinliğini moleküler düzeyde doğrulamaktadır. Özellikle megaloblastik anemi gibi durumlarda hemoglobin sintezinin sağlıklı bir şekilde gerçekleşmesi için folatın kritik olduğu bilinmektedir. Piridoksin ise daha düşük bağlanma enerjisi ve daha az sayıda etkileşim ile hemoglobine daha zayıf bir bağlanma göstermiştir. Bu durum piridoksinin anemi tedavisinde rolünün daha dolaylı ve yağ destekleyici nitelikte olduğunu düşündürmektedir. Ancak B6 vitamini eksikliğinin sideroblastik anemide hem biyosintez düzeyinde hem de demir metabolizmasında önemli etkileri olabileceği unutulmamalıdır. Sonuç olarak bu çalışma folik asidin hemoglobine karşı moleküler düzeyde güçlü bir bağlanma gösterdiğini ve bu özelliğin anemi tedavisinde klinik etkileri desteklediğini ortaya koymuştur. Piridoksin ise potansiyel olarak ikinci bir rol üstlenmekte. Özellikle hem sentezi aşamasında dolaylı katkılar sunmaktadır. Bu hem sentezi aşamasında dolaylı katkılar sunmaktadır. Bu veriler B vitaminlerinin hemoglobine bağlanma eğilimlerinin karşılaştırmalı analizinin anemi tedavisinde daha hedefe yönelik yaklaşımlar geliştirilmesine katkı sağlayacağını göstermektedir. Bu ikinci bir makaleyi de ben sunmak istedim. Devam olsun. Bu da kapsaisinin varicella zoster virüsünün önemli moleküler hedefleriyle etkileşiminin araştırılması ki varicella zoster virüsü her bir çift sarmallı DNA içeren bir virüs olup ilk enfeksiyonda su çiçeği latent hale geçip tekrar aktive olduğunda ise zona herpes zoster hastalığına
yol açmaktadır. Zona özellikle yaşlı bireylerde ve bağışıklığı baskılanmış hastalarda şiddetli ağrı, deri döküntüsü ve nöropatik komplikasyonlara neden olabilir. Günümüzde antiviral tedaviler mevcut olmakla birlikte doğal bileşiklerin antiviral potansiyeli üzerinde de çalışmalar yoğunlaşmaktadır. Bu çalışmada acı biberde bulunan ve ağrı kesici özelliğiyle bilinen kapsaisin bileşiğinin varicella zoster virüsüne ait 3 temel proteinle etkileşimi incelenmiştir. İncelenen ilk hedef viral DNA sentezinde kritik rol oynayan timidin kinaz enzimidir. Bu enzim nükleozit analoglarına karşı duyarlılığı nedeniyle antiviral tedavilerde sıkça hedef alınmaktadır. İkinci hedef olan glikoprotein E, varicella zoster virüsünün hücre tutunması ve hücreden hücreye yayılımı için gerekli olan bir yüzey proteinidir. Üçüncü hedef ise DNA polimeraz olup virüsün replikasyonu için zorunlu olan enzimatik aktiviteyi yürütmektedir. Bu üç hedefin seçilmesinde hem virüsün yaşam döngüsündeki rollerinin önemi hem de antiviral müdahaleye uygunlukları etkili olmuştur. Çalışmada kapsaisinin bu hedef proteinlere bağlanma potansiyeli moleküler doping yöntemiyle değerlendirilmiş ve bağlanma enerjileri, hidrojen hidrofobik etkileşimleri analiz edilmiştir. Yani material metodu ben geçirem. Tabloda kapsaisin bileşiğinin virüsün timidin kinaz enzimi, glikoprotein ve polimaz enzimi arasındaki etkileşimlere ilişkin veriler bu tabloda toplanmıştır. Timidin kinaz enzimi Varicella zoster virüsünün nükleotit metabolizmasında kilit rol oynayan ve birçok antiviral ajanın da hedefi olan bir enzimdir. Kapsaisin bu enzimde eksi 6,0 kilokalori mol bağlanma enerjisi oldukça uygun bir afinite göstermiştir. Bu bağlanma sırasında özellikle glisin 96 ile 1,89 angstrom uzunluğunda ve serin 100 ile 2,78 angstrom uzunluğunda kurduğu konvansiyonel hidrojen bağları dikkat çekicidir. Bu iki bağ 2,8 angstrom sınırının altında yer aldığından klasik anlamda güçlü hidrojen bağları olarak değerlendirilir ve inhibitor etkinliği açısından da önem taşır. Ayrıca serin 92 ile 3,16 angstromluk bir karbon hidrojen bağı kurulmuş. Bu etkileşim diğerlerine göre daha zayıf olsa da bağlanma geometrisini destekleyici rol oynamaktadır. Hidrofobik etkileşimler kapsamında ise fenilalanin 87 ile hem pi sigma hem de pi alkil etkileşimleri gözlenmiş. Alanin 90 ile 4,01 angstrom ve arginin 107 ile 5,31 angstrom mesafelerinde de alkil bağları oluşmuştur. Bu etkileşimler kapsaisinin enzimin hidrofobik cebine yerleşmesini kolaylaştırmakla ve bağlanma stabilitesini de artırmaktadır. Fenilalanin 95 ile 5,37 angstrom uzaklıkta meydana gelen bir diğer pi alkil etkileşimi de bu bağlanmayı destekler niteliğindedir. Kapsaisin bileşiğinin virüsün timidin kinaz enzimine moleküler kenetlenmesi kapsaisin bu A'da görürsünüz. B'de kapsaisin bileşiğinin virüsün timidin kinaz enzimine kenetleme sonucu meydana gelen ligan etkileşimlerinin 3 boyutlu e, manzarası. C'de ise 2 boyutlu gösterimi görmektesiniz. İkinci hedef olan virüsün glikoprotein ile virüsün hücre yüzeyine tutunması ve girişinde görev alan yapısal bir proteindir bu glikoprotein. Kapsaisin bu proteinle eksi 5,5 kilokalori mol bağlanma enerjisine bağlanmakta ve glisin 119 amino asidiyle 2,56 angstromluk güçlü bir konvansiyonel hidrojen bağı oluşturmaktadır. Bu bağ 2,80 angstrom sınırının altında olduğu için kuvvetli bir etkileşim olarak değerlendirilir. Ayrıca glutamin 41 ile
3,78 angstrom uzunluğunda karbon-hidrojen bağı kurulmuştur. Hidrofobik etkileşimlere baktığımızda ise valin 94 amino asit ile 3 ayrı noktada alkil ve pi-alkil türünde bağlar oluştuğu görülmektedir. Bunun yanında leysin 121, prolin 163 ve prolin 41 ile de alkil bağları gözlenmektedir. Bu etkileşimler de kapsaisinin protein yüzeyindeki hidrofobik bölgelerde kararlı şekilde tutunmasını sağlamakta ve viral girişin engellenmesi yönünde potansiyel taşımaktadır. Kapsaisin bileşiğinin virüsün glikoproteinine moleküler kenetlenmesi bu şekilde A kısmında görürsünüz. Bu kenetlenme sonucu meydana gelen ligan etkileşimlerinin 3 boyutlu manzarası B kısmında resmin ve 2 boyutlu gösterimi de C kısmında görünmektedir. Üçüncü hedef olan virüsün DNA polimeraz kısmı virüsün genomunun replikasyonunu gerçekleştiren ve antiviral müdahaleler için kritik bir hedef olan enzimdir. Kapsaisinin bu enzimle olan bağlanma enerjisi eksi 6,5 kilokalori mol olup bu diğer iki hedefle kıyasla en yüksek bağlanma afinitesini temsil etmektedir. Özellikle aspargin 581 amino asit ile 2,68 mesafede kurduğu hidrojen bağı oldukça güçlüdür. Bunun yanında aspargin 471 ile 3,38 angstromlu karbon hidrojen bağı oluşmuştur. Bu hidrojen bağları ligandın aktif bölgeye yönlendirilmesinde belirleyici rol oynar. Hidrofobik etkileşimler açısından da bu proteinle zengin bağ çeşitliliği sergilenmektedir ki prolin 382 ile ve sistein ile alkil bağları fenilalanin 381 ile fenilalanin 470 ve tirazin 557 ile ve leysin 540 ile pi-alkil bağları kurulmuştur. Bu aromatik ve alkil etkileşimler kapsaisinin protein yüzeyindeki hidrofobik bölgelere etkili şekilde yerleşmesini sağlamakla ve bağlanma enerjisinin yüksek çıkmasına katkıda bulunmaktadır. Kapsaisin bileşiğinin anılan virüsün DNA polimeraz enzimine moleküler kenetlenmesi resimde A kısmında görülmektedir. Polimeraz enzimine kenetlenmesinin sonucu meydana gelen ligan etkileşimleri B kısmında ve C kısmında ise 2 boyutlu gösterimini görmektesiniz. Ve sonuç olarak kapsaisin bileşiği Varicella zoster virüsüye ait 3 önemli hedef proteinle anlamlı bağlanma enerjileri ve güçlü hidrojen bağları oluşturmuştur. Özellikle bağ uzunlukları 2,80 angstromun altında kalan bağlar etkili inhibitor bağlantılar olarak değerlendirilmektedirler ki bu durum kapsaisinin virüsün enfeksiyonunda potansiyel bir inhibitor ajan olabileceğini işaret etmektedir. Bu çalışma kapsayının antiviral potansiyelinin detaylı olarak incelenmesi gerektiğini ortaya koymaktadır ve genel olarak değerlendirildiğinde kapsaisin tüm hedef proteinlerle çok sayıda hidrojen ve hidrofobik bağ oluşturarak yüksek bağlanma afinitesi göstermektedir. Özellikle bağ uzunluklarının 2,80 angstromun altında olduğu hidrojen bağları kapsaisinin bu hedefler üzerinde inhibitor potansiyel taşıdığını desteklemektedir. Elde edilen veriler kapsaisinin timidin kinaz ve DNA polimeraz üzerinde daha yüksek bağlanma kararları sergilediğini ancak glikoprotein E ile de önemli etkileşimler gösterdiğini ortaya koymaktadır ki bu durum kapsaisinin virüsün hem replikasyonunu hem de hücreye giriş mekanizmasını engelleme potansiyeline sahip doğal bir inhibitor olabileceğini göstermektedir. Beni dinlediğiniz için teşekkür ediyorum. Biz sizə təşəkkür edirik. Çox maraqlı, insanlara lazım olan ən aktual problemlərdən danışdınız. Professor,
Çox böyük təşəkkür edirik sizə Sağ olun. və Sağ can olun. sağlığı arzulayırıq. Sağ olun. Mən çıxış edə bilərəm. Buyurun. Leyla Dəqiqə xanım, sl- buyurun Bəli. mənim. Dəqiqə slaydımı paylaşım sizlə. İlk olaraq hər birinizi salamlayıram. Mənim bugünkü mövzum Abşeronda yayılmış qazlarların Phyllanthus coronatusun bioloji xüsusiyyətləridir. Birinci olaraq qazlarlar yaxud da spesitlər fəsləsinə daxil olan cinslərin nümayəndələri təbiətdə xeyirli və ziyanlı düzülərin sayının tənzimlənməsində mühüm rol oynayırlar. Qazlı arılara süfrələrinin qidasını təşkil edən müxtəlif növ düzülər vardır ki, bunlar da kənd təsərrüfatı və meşə təsərrüfatı ziyanvericilərinə, həmçinin də insana xeyirli olan bal arısı, arı kimləri növlərindən ibarətdir və bunlarla qidalanır onların süfrələri. Bu xüsusiyyətlərinə görə onlar bioloji mübarizə metodlarından, spesiflərdən entomofag kimi istifadə olunur. Yəni kənd təsərrüfatı ziyanvericilərinə qarşı bioloji və kompleks mübarizədə metodlarında bir entomofag kimi spesiflərin yaşayış məskəni burada nümayəndələrində mühüm rol oynayırlar. Onların əsas yaşayış məskəni meyvə bağları, çəmənliklər, qumlu səhralar, şoranlıq, savurma kimi bu kimi yerlərdə yaşayırlar. Nəticələr gəldikdə isə Phyllanthus corontus fabricus qazıcı arısı bu cinsə Phyllanthus cinsinin təbiətində ən az rast gələn növlərdən biridir. Bu qazıcı arılar entomofil bitkilərinin tozlandırılmasına mühüm rol oynayırlar. Müxtəlif növ arı kimlərin yırtıcısı olub, torpaqda yuva qazaraq, yerlərdə müxtəlif meşə və yaşıllıqların kənarında, yol qırağında qazırlar və elə yuvalarda yaşayırlar. Phyllanthus corontus arısının yaşlı fərdləri çiçəkli bitkilərin nektarı ilə qidalanır. Eyni zamanda dişi fərdlər ovladıqda arı kimlərin sinadındakı nektarlarla qidalanırlar. Müşahidə edilmişdir ki, burada edilmiş müşahidələr nəticəsində Abşeronda qazıcı arıların ilk fərdləri təbiətdə may ayının ortalarında görünür. Qışlamadan sonra pupdan çıxmış fərdlər uçuşu 5-7 gün ərzində yuva qazmağa başlayırlar. Yuvanın qazdıqdan sonra onlar müxtəlif növ arı kimlər ovlayırlar. Bunlar əsasən arı kimlərin Halictus holtzi, Scalds, Andrena gravida, Imhoff növləri ovlayaraq yuvalarına gətirirlər. Bu arının dişi fərdləri arı kimləri əsasən çiçəklər, güllər və üzərində su gətirərkən və digər yerlərdə hücum edirlər və hücum etdikdən sonra da bir neçə saniyə onların arasında mübarizə baş verir. Qazıcı arının dişi fərdi arı kimini iflic edir, daha sonra isə onun orta və arxa ayaqları vasitəsilə tutur və yuvasına gətirir. Qabaq ayaqları vasitəsilə isə qumu təmizləyərək yuvanın gətiricisini açır. Vasitəsilə qumu təmizləyir, yuvanın gətiricisini açır və yuva oraya 2-3 dəqiqədən sonra dişi fərd yuvanın içərisində yumurta qoyur. Yuvanın içərisini təmizləməklə, yuvanın genişləndirməklə və s. işlərlə məşğul olur. 2010-2011-ci illərdə Abşeronda 8 ədəd bu arının yuvası qazılaraq tədqiq edilmişdir. Müşahidə edilmişdir ki, Abşeronda 1 metr kvadrat sahədə 8-10 yuvaya rast gəlinir. Yuvalar bir-birindən 10-12 sm məsafədə qrup şəkildə yerləşirlər. Ümumiyyətlə, Corontus arısı təbiətdə koloniya halında yaşayır. Yuvanın girişi dairəvi olub, diametri 9-10 mm bərabərdir. Əsas yolun ümumi uzunluğu 70-90 cm bərabərdir. Yuvanın xarici girişi 25-30 cm məsafədə əsas rol genişlənir və bunlardan bala çıxarıcı kameralar qurtaran qısa yollar başlayır və bildiyimiz kimi diş fərdlər kəpərlərdən böyük olduğu üçün kameraların ölçüləri də fərqlənir. Diş fərdlərdə bu içinin içiyə 2.5-in 1.5-ə, içinin 1.5 cm təşkil edərkən erkəklərdə isə 2-nin 1.5-ə, 2-nin 1.2-ə, 2-nin 1.4-ə bərabər olur. Abşeron ərazisində qazılmış hər bir arı yuvasında 6-dan 8-ə qədər bala çıxarıcı tapılmışdır. Pupdan çıxdıqdan sonra isə onlar ilk günlər çiçəkli bitkilərin baş çəkirlər və onların nektarları ilə qidalanmağa başlayırlar. Ekoloji şəraitin asılı olaraq müxtəlif sayda nəsil verirlər. Abşeron şəraitində müşahidə etdiyimiz nəsillər əsasən 3 nəsil verir və uçan arı fərdləri iyunun 1-ci 10 günlüyündən sentyabrın axırına qədər təbiətdə görünürlər. Corontus arısının erkək fərdləri dişlərdə nisbətən bir neçə gün tez pupdan çıxır. Qışlayan nəslin dişi fərdləri müxtəlif vaxtlardan kütləvi görünürlər. Abşeronda kütləvi uçuş iyunun 2-ci 10 günlüyündən onun sonuna qədər baş verir və iyulun 1-ci 10 günlüyünə qədər davam edir.
Phyllanthus cornutus arısının dişi fərdləri bu müddətdə arikimlərə daha çox ziyan vurur. Çünki dişi fərd pupdan çıxdıqdan 8-10 gün sonra dinsi yetişkənliyə çatır. Həmin vaxt onlar çox intensiv olaraq bitkilərin nektarlarıyla qidalanmağa başlayırlar və bu müddətdə onlara kütləvi görünmə vaxtına təsadüf edilir, daha çox rast gəlinir. Dişi fərdlər erkəklərdə cütləşdikdən sonra bir neçə gün sonra yumurta qoymaq üçün arikimlər ovlayırlar, sancaraq onlar iflic edirlər və yuvalarına gətirirlər. İflic edilmiş arikimlərin yuvalarında bala çıxarıcı kamera yerləşdirilmiş. Dişi fərd hər kameraya bir yumurta qoyur və onun iflic edilmiş arikimlərdən birinin üzərinə yerləşdirir. Abşeronda qazıcı arılar dişi fərdlərin iyunun ikinci 10 günlüyündə yumurta qoymaya başlayırlar. Yumurtanın rəngi ağ rəngdə olur, uzunluğu 3-5 millimetrə bərabər olur. 4-5 gündən sonra isə yumurta süfrə çıxır. Yumurtadan süfrə çıxdıqdan sonra isə ilk günlər süfrə iflic edilmiş arikimlərin üzərində qeyri-fəal şəraitdə uzanır. Sonra isə onlardan hemolimfası ilə qidalanmağa başlayır. 6-7 gün keçdikdən sonra isə açıq yaşıl rəngdə budulkaya oxşar pufa çevrilir. Pupdan isə 4-5 gün bu hörülməsi davam edir. Pup nazikləşmiş tərəf isə bala çıxarıcı kameranın yuxarı divarına yapışır. Sürfələr Abşeronda iyunun ikinci 10 günlüyündə pup hörməyə başlayırlar və Abşeronda dişi fərdin üşəyimindən sonraki inkişafı 21-25 gün təşkil edir. Koronatus qazıcı arısının yuvalarının qazılması zamanı müəyyən edilmişdir ki, erkək süfrələrin inkişafı üçün dişi fərdlər hər bir kameraya 4-5 arı, dişi süfrələr isə 6-8 ehtiyat gətirdiyi göstərilir. Ümumiyyətlə, birinci nəslin cavan fərdlər iyulun ikinci 10 günlüyündə təbiətdə görünürlər. İkinci nəslin inkişafı isə iyulun üçüncü 10 günlüyündə, avqustun 10 günlüyündə, ikinci 10 günündə axırına qədər davam edir. Üçüncü nəslin inkişafı isə avqustun 3-cü 10 günlüyündə sentyabrın əvvəlinə qədər davam edir. Yəni, üçüncü nəsil puf mərhələsində qışlanmaya gedirlər və qışlanma mərhələsi 7-8 ay davam edir. Baxmayaraq ki, Koronatus qazıcı arısının entomofil bitkilərin tozlanmasında az da olsa rolu olsa da, lakin onlar ən yaxşı tozlandırıcılardan biri olaraq müxtəlif növ arikimlərin ovlanmağa xeyli ziyan verirlər. Müşahidə edilmişdir ki, payızın gəlməsi ilə əlaqədar olaraq qazıcı arıların həyat sikli qurtarır. Onlar 15-10 temperatur aşağı olduqda, yağışlı, küləkli və soyuq havalar olduqda onlar uçmaq üçün uçmurlar və onlar yuvalarına qayıdırlar. Oktyabrın əvvəlində tək-tək qalmış növlər isə fərdlər məhv olurlar. Ümumiyyətlə deyə bilərəm ki, bu qazlarla bağlı bir sıra tədqiqatlar aparılmışdır. Bu tədqiqatçılardan Hümmətov Əsgəri, Məxluqə Əliyevanı, Ələddin Əliyev, Səməd Vəliyev, Koysnəs kimi bəzi tədqiqatçıları göstərə bilərik ki, bir çox onların elmi işləri yazılmışdır. Dinlədiyiniz üçün təşəkkürlər. Leyla xanım, siz zəhmət olmasa slaydınızı bağlayın da.
Sizdə moderator İlkin müəllim olmalıdır, eləmi? Bağlandı. Başqa kim çıxış eləmək istəyir? Çıxış eləmək istəyən yoxdursa, Müşfiq Mansurov, çıxış eləmək istəyirsiniz? Müşfiq müəllim. Mənim səsim gəlirmi? Bəli, bəli. Hə? Müşfiq müəllim, çıxış eləyirsiniz? Sevda xanım, buyur. Bunlar olsun bir də. Oldu. Onda yəqin ki, bizdə bitdi. Herhalde konuşacak birisi kalmadı Hər mı? halda yəqin ki, danışılan bitdi. Hər kəsə yenə minnətdarlığımızı bildiririk və Teşekkür yeni ederim. işlərimizdə müvəffəqiyyət arzulayırıq. Bir daha sağ olun. İnşallah gələn ay, gələn dəfə konfranslarda görüşənə qədər. Sağ olun. Görüşürüz. Sağ olun. Sağ olun. Sağ Sağ olun. olun. Sağ olun. Hamınıza uğurlar. Sağ olun. Sağ olun. Sağ olun.